Ə, Salam, hər vaxtınız xeyir təkrar olsun. Mətnlərin izahına baxaq. Deməli, mətnlərimiz əslində ikinci publisistik mətn biraz genişdir. Geniş deyəndə obraz sayı çoxdur. Amma yenə asan mətnlərdə çox da çətin deyirlər. Baxaq buna. Mətnin tərkib hissələri ilə bağlı doğru fikri müəyyən edin. 37. Giriş hissədə əsas obrazın xarakteri ilə bağlı qənaətə gəlmək mümkündür. Bəli, doğrudur. Elə burada A olacaq. Niyə? Bunları əsaslandıraq. Bir bax, adlı dərrakəli, dürüst və sərkərdəsi. Dərrakə və dürüst. Bu onun haqqında bizə məlumat verir. Növbəti, mətndə tünd qərarla verilmiş fikirləri hansı deyimlə qüvvətləndirmək olar? Hər kişi gücünə görə yük daşıyar. Bu uyğun deyil. Hər kəsə öz adəti xoşullanır. Bu da doğru deyil. Sonra hər kəs öz əməlinin meyvəsini dərər. Bəli, öz əməlinə görə orada qiymət alır da. Məncə C olacaq bu. Hər işin təzəsi yoxdur. Hərəsinin bir Koroğlusu var. Bu da uyğun olmaz. C deyə baxarıq yenə nə gələr. Mətnə görə Eyvazı başqa sənətkarlardan fərqləndirən əsas xüsusiyyət nədir? Fərasətidir. E. Sonra mətndəki əsas fikrə uyğundur. İşi iş bilənə tapşırarlar 1. Ziyanın yarısına qayıtmaq xeyir. Çörəyi ver çörəkçiyə birində üstəlik, yəni bilənə 1-3. Böyük işləri vəd etmədən gör. Belə bir şey də yoxdur. 1-3D. Üzərində rəqəm yazılmış ifadələrlə bağlı doğru fikirləri müəyyən edin. Mərifəti sözü ilə əvəz edilsə kontekstə daha uyğun olar. Hünəri. Onun hansı hünəri var ki, mərifət biraz daha belə real bir şey deyildi. Biz bunu götürmərik. 1-7. Ehtiramla məcazi məna qarşılığı. Ehtiram niyə məcazi mənalı qarşılığı olsun bu sözün? Haradaydı o söz? 2. Hörmətlə. Hörmət, ehtiram məcazi niyə olsun? Peşə öyrənmək ifadəsinin mətndəki mənası da işlədilmişdir. Peşə öyrətmək. Baxaq 3-ə. Öyrəndi. Məlumatları öyrənmək, peşə öyrənməklə ayrı şeylərdir. Heyrətlənmək mənasındadır. Bəli, ağzı açıla qaldı. 4. Üz döndürmək frazoloji birləşməsi əvəz edilə bilməz. Bu da doğru fikirdir. Üz döndürmək frazoloji birləşməsi qəbul etməmək deməkdir. Bu da ondan eyni mənadır. Burada isə üzünü çevirmək, müraciət etmək mənasındadır. Yəni qətiyyən uyğun gəlmir. Onlar D. Sonra mətndəki problem Eyvazın davranışı deyil, sərkərdələrin narazılığıdır. Sultanın zəhmətin qiymətləndirilməsi, xeyir. Sultanın sərkərdə tapşırıq verməsi olur. Bir də Eyvazın bacarığı olur. 2, 4, 5 Y variantı. Fikirlərin biri mətnin giriş hissəsinə aid olan plan bəndi ola bilməz. Sultanın sevilim sərkərdəsi var. Eyvazın gözəl keyfiyyətlərə malik olması var giriş hissədə. Başqalarından fərqli xüsusiyyətləri bu da var. Eyvaza digərinə daha artıq haqq ödəməsi bu da var. Sərkərdələrdən üstün tutulması başqa sərkərdələrdən biz deyə bilmərik də ona. Baxaq burada. Deyir ki, əslində bu da bütün sərkərdədən daha artıq ona haqq ödənilirdi. Bu var. Amma üstün tutulurdu. Biraz uyğun olmaz. Nəsə bunu niyə belə veriblər? Maraqlıdır. Sonra mətndə nöqtələrin yerinə hansı ifadə artırılsa məzmuna və Eyvazın xarakterinə uyğun olar. Başqa səskərdələrin işə yaramayacağını anladım. Yox, belə bir şey doğru olmaz. Nə ilə maraqlanacağınızı təxmin etdim. Baxın burada nöqtələrin yerinə. Deyir, Sultanım, siz digər şərkədə tapşırıq verməz. Nə ilə maraqlanacağınızı təqdim etdim. Bu asanlıqla bura bərpa edə bilərik. 5. Sonra Sultan Mahmudun obrazına aid 2 xarakteri xüsusiyyəti yaza bilərik ki, ədalətlidir. Sonra insanlara layiqi dəyər verir. Sonra müdrikdir. Bu kimi fikirlər yaza bilərik. Bu uşaqlar deyib, bunu dəqiq bilmirəm, nəsə izah verərəm, sonra səhv çıxar. Bu qalsın, yəni cavab kartında səbəb, məqsəd, nəticəsi belə bir şey olmalıdır. Sultan Mahmudun, indi görərik də orada cavab kartında nə olubsa. Yəni rahat bir sualdır, çətin bir sual deyil. Digər mətnə keçək. Deyir ki, mətnin əsasında düzgün uyğunluğu müəyyən edin, düzgün uyğunluq olsun. Bax, əgər yanlışdırsa, yanlış olmalıdır, doğrudursa, doğru olmalıdır. Burada B variantıdır. Toğay Məmmədov və Ömər Oldarov 1950-60-cı illərdə heykəltaraşlıq sənətini inkişaf etdirən yeganə heykəltaraşlar olublar. Bu yanlış fikirdir. Çünki biz burada baxaq. Baxın, burada Elçin Şamilov da var və başqaları da var. Bu yanlış olacaq. Başqasının da adı var. Deməli, yanlışdan yanlış B. Sonra 48 mətn əsasən yanlış fikri müəyyən edin. Burada deyir ki, Nizami və Füzulinin postamenti eyni. Amma biz burada görürük ki, biri 9 metrdir. Hani burada 9 metr. 9 metr, Füzuli isə 6 metrdir. Cavab olacaq A. Sonra mətndə tünd qərarla verilmiş sözlərdən heç birinin kontekstinə uyğun şərhi deyil. Təbliğat, fiqur, monumental, daha doğrusu, bir də qaldı nə? Bəhrəlanmaq başqa bir şey yoxdur burada. Burada nə oldu? Bəhrəlanmaq, faydalanmaq, əzəmətli, monumental heykəl, əzəmətli, möhtəşəm, rəssamlıq, insan və fiqur heyvan təsviri, bu fiqurdur elə. Bu da getdi. Bir nəzər, yəni ideyanı bilik, kütlə arasında yaymaq, təbliğat, bu da var. Bədənlə incə ritmik hərəkətlər göstərmə məharəti, belə bir şey yoxdur burada. B.
Mətnin nəticə hissəsini hansı cümlə ilə tamamlamaq olmaz. Bununla da heykəltaraşlarımız qədim ənənələrə sədaqətlərini qoruyub saxlayır. Bu qətiyyən olmaz. Çünki biz burada müəyyən edək ki, nə deyir? Bəhrələnərək yeni forma axtarışındadır. Saxlamırlar axı. Bizdə olacaq A. Altına xətt çəkilmiş sözün məcazi və ya həqiqi mənada olduğunu həmin sözün qarşı mətndəki fərqli mənada işlədək. Bu saxlanmaq söhbəti muzeydə saxlanmaq həqiqidir. Biz burada da taparıq. Getdi məcazi getdi. Həqiqi mənadadır. İnsanın həyatda yaşadığı çətinliklər onu möhkəmləndirir, onun ruhunu güclü saxlayır. Bu isə məcazidir. Yəni fərqli mənadadır olacaq C. Hansı fikir Eyler-Venn diaqramının heç bir xanasına yazmaq olmaz? Fuad Əbdürrəhimov, Cəlal Qaryadoğlu Məhəmməd Füzulinin heykəlini yaratmışdır. Heç biri. Çünki Məhəmməd Füzulini yaradan buradaydı, hardadır o? Məhəmməd Füzuli. Öldürüldə yaratdığı abidəsi Azərbaycanın ən gözəl əsərlərindən biridir. Məmmədov və Ömər Öldüründə yaratmışdır. Kim? Toğay Məmmədov da Öldərov. Bunların heç birini yaratmayıb. İkisi yaradıb. Bu da var. Baxaq. Bəli. Deməli oldu burada A. Gedək sonra. Hansı plan bəndi mətnin əsas hissəsinə aid deyil? Milli heykəltaraşlığın peşəkar inkişaf tarixi. Bu olar. Əcnəbi sənətkarların heykəlləri. Bu giriş hissədədir. Səhv eləmirəmsə baxaq. Giriş hissədə olmalıdır. Deyir ki, 20-ci heykəltaraşlar deyir, bu təsviri sənətimizin görünür, özünü baş verməyə Bakı şəhər təbliğat daşıdığı üçün onların yaratdığı əsərlərin əksəriyyəti təbliğat xarakteri daşıdığı üçün uzun ömürlü olmamışdır. Baxaq, belə bir şey yoxdur axı. Bəli, yoxdur. Yəni, olacaq elə burada B. Tanınmış insanların heykəlləri var, Füzuli. Fikrə dalmış şair abidəsi Füzuli. Heykəldaşına yenilik gətirənlər. Burada da elə, onlarda da elə. Burada getdi, belə. Mətndə hansı suala cavab tapmaq mümkün deyil. Deyir, Gəncə şəhərində Nizami heykəli üzərində yaradıcılıq işi neçənci ildə təsadüf edilir? Bu var. Sonra 1972-ci ildə Azərbaycan hansı sahədə nailiyyətlər əldə olunub, bu da var. Birgə yaradıcılıq işini təqdim etmiş heykəltaraşlar kimdir? O T. Məmmədovla obisi var, Öldərov. T. Məmmədov, Öldərov, Şamilov hansı sənətə yenilik gətirilib? Bu barədə məlumat yoxdur. Baxın burada Toğay Məmmədov, Ömər Eldarov, Elçin Şamilov və başqaları fəaliyyəti diqqəti cəlb edir. Amma nə gətiriblər? O bizə məlum deyil. Yenilik yoxdur. Sonra qaldı nə? 55. Həmin dövrdə yaradılan heykəllər həm də yüksək estetik dəyərə sənətkarlıq bacarığına malik idi. Buna görə də onlar müasir dövrə gəlib çatmışdır fikri önündə işarə qoyulmuş hansı məzmuna ziddir. Bu üç bucaqda elə birincisinə gedək burada baxaq. Çünki burada deyir ki, əksəriyyəti xarab olduğu üçün uzun ömürlü olmamışdır. Yəni müasir dövrümüzdə gəlib çatmayıb. Buna zid fikirdir. Elə üç bucaq olacaq. Əsaslandıracağıq ki, orada deyilir ki, uzun ömürlü olmayıb. Uzun ömürlü olmayıbsa gəlib bizim dövrümüzə çata bilməz. Heykəltaraşlıq görkəmli şəxsiyyətlərin xatirəsini qorunub saxlamasına, gələcək nəsillərə ötürülməsində mühüm bir vasitədir. Çünki biz burada Məhəmməd Füzuli, Nizami və s. sənətkarların da heykəllərinin yaradıldığını və bunların gələcəyə ötürülməsində böyük pay sahibi olduğunu müəyyən edirik. Belə bir cümlə yazsaz doğru olar. Bu qədər. Hansı nəysə səhv izah vermişəmsə bir də diqqətli oxuyacağam. Mən bunu izah verəndə dəfələrlə deyirəm. Biz tələsə oxuyuruq ki, tez bazar bunun izahını çıxardaq. Komment hissəsinə qeyd edəcəm. Hansındasa səhv eləmişəmsə. Sağ olun, özünüzə yaxşı baxın. Dəstək məqsədi ilə kanala abunə olsaz sevinərik. Bu qədər. İnşallah istədiyiniz balda imtahanda yığmış olarsınız.